Salam millət, hər vaxtınız xeyir olsun. Hər birini salamlayıram uşaqlar. Hər birinizi xoş gördük H4FX kanalımızda və bu günlərdə maraqlı bir video olacaq. Çünki bu günləri yeni bir proyektlə gəlmişik. Yəni belə bir əlimizə fürsət düşüb və həmən o fürsəti sizlə paylaşmasam olmazdı uşaqlar. Çünki mən bunu sizə deməliyəm və siz bunu bilməlisiniz. Çünki bu bilinməli bir şeydir. Bu çox möhtəşəm bir proyektdir. Bu layihə ilə mən özüm də artıq işə başladım və sizə də göstərirəm uşaqlar. Və nə demək istəyirəm? Kim ilk depozitə endirim istəsə, sadəcə, yəni kampaniya istəsə, sadəcə mənə Instagramda yazsın və məndən həmən promokodu götürsün. Belə açıq göstərmirəm, amma promokod kim istəsə mənə yaza bilər. Uşaqlar, aşağıda saxlamışam sizin üçün linki. Birbaşa keçid eləyərək ilk depozitə yenə də sizə orada endirim var və bundan da yararlana bilərsiniz. Yəni burada depozit söhbəti necədir? İndi siz özünüz görəcəksiniz və sizə çox yaxşı olacaq uşaqlar. Deməli, bu prop firmadır, hansı ki siz pulunuz olmaya yenə də futureslarda trade eləyə bilərsiniz. Mən sizə bunu indi açıq-aydın göstərəcəm və uşaqlar, o vaxtı sizin probleminiz var isə, məsələn 50 dollarım var, mən futuresa girə bilmirəm, hərəkət eləyə bilmirəm. İndi o 50 dolları dostum 5000 dollara çevirəcəksən sən. Bir addımda sadəcə challenge'ları keçirik, burada da adamları görürük. Challenge'lar keçirilir, sonra sizə real hesabda trade eləmə imkanı verilir, hansı ki siz həmən challenge'ı keçmisiniz. Hal-hazırda açıq məlumat verəcəm. Deməli, keçid alırıq həmən brokerə və belə bir səhifə qarşımıza çıxır. Rus dili var və ingilis dili var. Burada başqa dillər də var. Hansı dili bilirsiniz? Ukrayinski belə var. Kim istəsə keçid ala bilər və baxa bilər uşaqlar. Görürsünüz, mənə uyğundur Rus dili, ona görə də mən Rus dilində baxıram, amma sizə hal-hazırda mən bunu izah eləyəcəm Azərbaycan dilində, aydın olur sizə. Baxaq, burada yuxarıda challenge sözü var. Challenge'lər bölməsidir. Yəni siz aşağıda geçsəz onu görə bilərsiniz. Görürsünüzmü? Sizə endirim verəcək ilk yarışma üçün və bu endirimdən yararlana bilərsiniz. Uşaqlar, challenge'lərə keçdik. Bizdə burada belə bir panel var. Paneldə nə deyir? Burada planlar var uşaqlar. Starter var. Məsəl üçün 5000 dollarlıq balansdan başlaya bilərsiniz. 5000 dollarlıq balansda sizdə nə var uşaqlar? Baxın. 5000 dolların üzərində 8% və ikinci sitatda 6% gəlir əldə edirsiniz və sizə sonsuz bir hesab verilir və siz başlayırsınız qazanmağa. Ondan sonra nə qazandınız sizə gəlir və buradan 20%-in broker özünə götürür, 80%-i sizədir. Məsəl üçün 1000 dollar pul qazanmısınız, onun 800 dolları sizindir, 200 dolları isə brokerindir. Burada maksimalni ubytek в день. Bir gün ərzində 5% maksimum itirə bilərsiniz. Hesablayın, 5000 dolların 5%-i nə qədər eləyir? 250 dollar, düzümü? Siz maksimum 250 dollar minus eləyə bilərsiniz bir gündə. Və ikincidə də, ikinci stadiyada da, yəni siz 5% yenə də minus eləyə bilərsiniz. Burada da, yəni siz artıq qazanmağa başladıqda real hesabda 5% itirə bilərsiniz bir günə. Yəni bir dəfiyə 5% itirə bilərsiniz və bundan o tərəfə keçməməlidir. Əgər keçirsəz hesabınızı yandıracaqsınız. Maksimum itki isə, məsəl üçün bu günləri siz 5% itirdiniz, sizin maksimum itkiniz 10%-dir. Sabahları da gəlib yenə də qazana bilərsiniz və yaxud da ki, maksimum itkiniz 5% ola bilər, ikisi bir yerdə 10% eləyəcək və sizin hesabınız yanacaq. Və siz yenidən həmən bu challenge-a başlamalı olacaqsınız. Bunlara fikir vermək lazımdır. İkinci statiyada artıq sizdə ikinci mərhələdə deyək 8%-dir, yəni 8% maksimum itirə bilərsiniz. Bir də belə bir şey var ki, siz yuxarıda üstünə qazananda bu da sizin üçün xeyirdir. Burada isə dostlar, yenə də deyirəm, maksimum artıq qazanmağa başladıqdan sonra siz maksimum 8% itirə bilərsiniz. Yəni maksimum 8%. Aydın olurmu? Yəni 5000 dolların 8% üstünə pul gəlirsə, bu artıq bu 8%-ə aid deyil. Sizin faiziniz çoxalır. Bunun üstündə nə qədər pul olsa, bu sizin paduşkanızdır. Amma günlük itki yenə də yerində qalır. Günlük itki 5% olacaq. Fərqi yoxdur. Sizin balansınızda 5500 də olsa, yenə də siz maksimum 250 dollar itirə bilərsiniz. Amma söhbət ondan gedir ki, sizin sonraki mərhələlərdə yenə də balansınız çox olur. Yəni balansınızın partlama ehtimalı olmur. Çünki artıq 5% bunun üstünə qazanmışsınızsa, sizin maksimum
itirəcəyiniz 10% dönür olur 15. Çünki siz artıq 5000-in üstünə pul qazanmısınız. Yəni sizin öz qazandığınız pul da var orada. Uşaqlar çox sadədir, çox başa düşən dildədir. Yəni heç bir problemi yoxdur, rahatdır. Yəni ən az deyir challenge keçmək üçün 5 gün siz trade eləməlisiniz. Yəni 5 günlük sizin trade hekayəniz olmalıdır. Ən azından heç olmasa bir dənə əməliyyat açmalısınız. İkinci mərhələdə yenə də həməndir 5-dir uşaqlar, ondan sonra isə sonsuz əməliyyatlar aça bilərsiniz. Problem yoxdur. Targovu aça da bilərsiniz, açmaya da bilərsiniz, özünüz bilərsiniz uşaqlar. Amma bir neçə müddətdən sonra trade eləməsəz deyəsən hesab bağlayırlar. Bu adətən bütün brokerlərdə belə olur. Bu yeni başlayanlar üçündür uşaqlar. Targovu period heç bir maneəçilik yoxdur, sonsuzluqdur. Yəni göstərir maksimum pliço, maksimum çiyin bizdə 1-in 5-ədir uşaqlar. Yəni burada siz istəsəz də 50 aça bilməyəcəksiniz ki, çox qazanasınız və yaxud da ki, adətən itirirsiniz siz belə zamanlarda. Burada isə sizə maksimum 1-in 5-ə verir real trader olmağı öyrədir sizə. Yəni bu məncə çox möhtəşəmdir. Siz cəmi 50 dollarla uşaqlar, bu dəqiqə sənin 50 dolların varsa, sən 5000 dollarlıq challenge hesabı götürə bilərsən və sənin 5000 dollar hesabında pul olacaq. Bu dəqiqə videoya like qoyursan, mən isə davam edirəm videonu sənin üçün göstərməyə. Ətrafınla da paylaşa bilərsən, çünki çox möhtəşəm bir proyektdir. Niyə də öz pulunu riskə atasan, əgər belə bir imkan varsa, simbolik kriptovalyutada. Şəxsən mən kriptovalyutaya, futureslara böyük pul qoymaq istəyində olan bir insan deyiləm, amma bu mənə çox böyük motivasiya verir. Çünki mən 800 dollar ən böyük paketi götürmək istəyirəm, sadəcə birdən-birə onu götürmək mənasızdır. Keçmək lazımdır, baxmaq lazımdır, necə işləyir, nətər işləyir. Birjalarda bildiyiniz futures kimi təhlükəli deyil, çünki burada uşaqlar 1-in 5-ə cəmi leverage var və siz bu ilə aça biləcəksiniz öz əməliyyatlarınızı. İndi göstərəcəm mən sizə. Burada Knockout Challenge var. Bu düyməni basdıqda siz keçid alacaqsınız növbəti mərhələyə. Gəlin, baxın. Yəni buranı göstərim sizə. 10.000 dollarlıq boost var. Məsələn 99 dollara. Sonra 25.000 dollarlıq hesab götürə bilirsən sən işlətmək üçün. Bunu aydın olur sənə 250 dollarla sən futuresda nə qazana bilərsən? Amma 25.000-lə sən trade eləyib nəsə qazana biləcəksən. Çünki uşaqlar, mənə çox yazan uşaqlar var, sadəcə əllərində məsəl üçün başlamağa normal bir finansal imkan yoxdur və bu normaldır. Bu mənim çox başıma gəlib, belə bir şeylər olmayıb və məsəl üçün 10.000 dollar yaduza gəlir, bir 2 ay bundan qabaq hansısa bir bazarda bir anormal hadisə baş verir, funt outda 10-11 min dollar məndə likvidasiya oldu. Halbuki mən 10-11 min dolları 100 dollarla cəmi yola verə bilərdim. Məsəl üçün, aydın olursa. Bu isə kriptodur. Forex-də mən real öz pulumdan trade eləyirəm. Çünki Forex-də prop firmalar o qədər də məni qane eləmir. Öz gic-gic istəkləri ilə və çox gec çıxarışları ilə. Çox asılı olduğuma görə mən orada biraz sıxılıram, sözün açığı, və bu mənim psixologiyama təsir eləyir. Daha yaxşı oluram, mən rahat oluram öz hesabımda. Onu da aşağıda saxlamışam sizin üçün. Amma burada uşaqlar, bu imенно kriptoda çox möhtəşəmdir. Belə bir şey mən görməmişəm, yox idi mənim üçün. Yəni mən bilmirdim. Bunu mənə deyəndə mən çox sevindim. Çünki bu superdir. Uşaqlar 50.000 dollar, siz 500 dollar pulunuz varsa 500 dollar. 50.000 dollarlıq hesab götürüb kriptovalyutalarla trade eləyə bilirsiniz. Yəni bu çox möhtəşəmdir. Simboli 1.5 leverage ilə. Və burada 100.000 var. Mən bunu götürəcəm növbəti aylarda. Mənim üçün fərqi yoxdur uşaqlar. Mən trade eləyirəm. Mən prosta mənim üçün faiz önəmlidir. Siz yaxşı bilirsiniz bunu. Ona görə də millət budur yəni. Bunu götürmək istəyəcəm mən. 800 dollardır və burada da eyni qaydalardır. Qaydalar dəyişmir. Zato siz cəmi 800 dollar, məsəl üçün 1000 dollar futures hesabına pul qoyub siz nə qazana bilərsiniz? Heç nə uşaqlar, özünüzü aldatmayın. Azdır bu pul. Yəni çox azdır. 1000 dollara 1000 dollar qazanmaq aya bu 100%dir. Bu real deyil. Bunu kimə desəz güləcək. Mən keçdim bu yolları. Həmişə əmələ gələn şey deyil. Yəni depozit. O dönür olur gambling. Amma siz 100.000 dollarla ayda məsəl üçün 5.000 dollar rahat qazana bilərsiniz. Bu cəmi 5% eləyir. Yəni sizin cəmi 800 dollarınız sizə ayda 5.000 dollar pul qazandırır. Bunların hamısını eləyəcək uşaqlar göz qabağında. Çünki siz heç nə itirmirsiniz burada. Heç bir şey itirmirsiniz. Yəni 100.000 dollarlıq hesabın qabağında 800 dollar oldu da challenge keçə bilmədin, nəsə özündən çıxdın, psixovat elədin. Mən neçə dənə challenge partlatmışam. Nə olsun ki, təcrübə maraqlı deyil, sən yarışa girmirsən, gör nə qədər traderin içindəsən, o qədər adamların içində özünü sübut eləmək istəyirsən. Aydın olur. Bu normal bir şeydir. Bir də var ki, sən
birbaşa öz $800 prosto heç nə bilmədən, heç nə öyrənmədən, heç bir disiplinə riayət eləmədən, burada konkret disiplin var, aydın olur sənə. Burada disiplindən çıxa bilməzsən. Çıxdınsa, yandın. Ona görə sənin həmişə yanında elə bir ki, kimsə var və səni disiplində saxlayır. Sən bu qədər itirə bilərsən. Sən ona görə daha yaxşı fikirləşəcəksən və daha yaxşı yerdə əməliyyat açacaqsan. Mən konkret sənə bunları həm də kömək olaraq göstərirəm. Dostum, linkləri aşağıda saxlamışam. Bax, açıq kanaldır. Hamısını paylaşmışam, göstərmişəm. Yəni, öz bilgilərimi səndən paylaşıram. Pulsuz parasız ehtiyacım yoxdur mənim sənin ayda $10 var. Aydın olur sənə, gələ. Bax, hamısı öz fikrimi bildirirəm. Yəni, bunu səndən gizlətmirəm və mən sənə bunu Elliotla izah edirəm ki, burada niyə oldu? Bax, Bitcoin məsəl üçün. Bununla da özüm də əməliyyat açıram, millət. Özüm əməliyyat açıram bunlarla hamısı. Yəni, tək özüm bir qıraqda durmuram. İstəsən öyrənmək istəsən, mükəmməl şəkildə, əlbəttə ki, akademiyamızda var. Səni də akademiyada gözləyirəm. Yəni, bir dəfə gəlirsən və bütün, nə qədər ki, mən bu dərsləri keçirəm, sən bu dərslərdən yararlanırsan. Çünki yenə də bir təlim hazırlayacam və onun üstündə işləyirəm hal-hazırda. Ona görə akademiyada gözləyirəm, gəl, öyrən və artıq bu challenge-ləri keç və öz böyük hesabında trade et. Gəlin biz burada götürək $5000 Natchat challenge başlamaq vurursunuz. Üzərinə açılacaq sizin üçün bir dənə səhifə. $5000 challenge vurmuşsunuz. Burada gəlir first name, last name, sizin şəhəriniz seçirsiniz. Məsələn, Azərbaycan var burada. Baxın, Azərbaycan. Azərbaycan seçmişəm. Mən Azərbaycanla qeydiyyat eləmişəm. Baxın, rus dilinə qoya bilərsiniz. Məsəl üçün. Görürsünüz, bütün paketlər gözünüzün qabağındadır. Basırıq. $5000, məsəl üçün $5000 ilk götürmək istəyiriksə. Timbol orada skitka da var, yəni indirim də var. Mənə də yazarsınız, mən də sizə yenə də depozitə promokod verəcəm sizə uşaqlar. Hansı ki 10%, 20%, 30%. Baxacaq sizin eləyəcəyiniz depozitə, skitka da əldə eləyəcəksiniz. Bura yazırıq, millət, sizin ad familiyanızı, ölkənizi, şəhərinizi, Burada Crypto Payment var. Crypto Payment'a basanda siz patverdi zakaz, məsəl üçün zakazın üzərinə vuranda TRC20, ERC20, hansı BEP20, BEP20 ilə pastayan işləyirəm. Çünki uşaqlar bu komissiyasızdır. Yəni orada yazırsan 49, Binance-da buradakı adresi götürürsən, məsəl üçün konfirm eləyirsən, mən indi eləməyəcəm, mənə e-mail gələcək. Sadəcə sən bunu eləyəndə sənə adres verəcək. Həmən adresə sadəcə ya QR kodla ya da ki adreslə girirsən Binance-a, göndərirsən ora $49. Nə artıq, nə əskik. Hesabı aldıqdan sonra, məsəl üçün $49 ödədik və bizə start 1, yəni startçor $50 hesab verildi bizə, düzdürmü? Baxın, bu mənim götürdüyüm hesab $50. Sırazu mən götürdüm. Yəni keçən kimi mən götürdüm ki, görüm nədir bu? Yəni mən heç bir brokerdə qeydiyyatdan keçib aylarla oturmaram elə-belə boş-boşuna. Mən niyə orada qeydiyyat eləmişəm, niyə bu əziyyəti çəkmişəm? Görürsünüz, $5000. Heç bir vaxt verməyib ki, nə vaxta keçib qurtarmalısan bunu. Heç bir sıxıntı yoxdur. Burada var panel upravleniya. Məsəl üçün panel upravleniyaya biz girəndə biz görə bilərik ki, burada bizdə nələr yazılıb. Məsəl üçün görürsünüz, mən artıq 4 günümü keçmişəm. Burada maksimalini ubıdıq. Görürsünüzmü? İtki $250, maksimum $500 itirə bilərsiniz. Hamısı yazıb. Gedəcəyim məqsəd $400 pul qazanmalıyam. Mən artıq $80 qazanmışam. İkinci etapda olacaq $300. Ondan sonra isə heç bir ograniçeniya yoxdur. Nə qədər istəsəm qazana bilərəm, amma itkilərim yenə də gündəlik qalır, uşaqlar, qalır. Görürsünüzmü? Burada hamısını görə bilərsiniz, aktivni, yəni baxa bilərsiniz. Hal-hazırda da əməliyyat var, göstərəcəm sizə. Görürsünüzmü uşaqlar? Xırda-xırda, az-az faizlərə baxın, yəni 1.61%. Görün mən necə işləyirəm. Hansı faizlərlə işləyirəm, aydın olur sizə. Mən sizə bunu həmişə göstərirəm. Mən faizlə işlədiyim uşaqlar, yeniləyirəm yenə də səhifəni. Sonra giririk biz brokerə. Görürsünüz, rejim realni торговли. Startçor. Mən sizə orada nə göstərmişəm, siqnal deməyək ona, analitikada nə vermişəmsə, ona da əməliyyat açmışam. Əməliyyatlarımı da görə bilərsiniz, uşaqlar. Yəni, mən burada varam, millət. İstəyən buyura bilər, hər şey var brokerdə, yəni bunların hamısını siz bilirsiniz artıq, yəni bilməyənlər akademiyaya gəlin, öyrənin bunlar nədir, bu ilə necə işləmək lazımdır. Öz pulunuz olmadan da çalışa bilərsiniz. O, milyonerlər kitabların çoxunda deyir, Robert Kiyosaki özü də deyir.
Deyir, əgər imkan varsa, öz pulundan yox, başqasının pulundan yararlanmaq. Yəni, başqasının pulu, necə deyirlər sənə, gedib kimdənsə borc götürmək yox. Hal-hazırda burada olan söhbət odur ki, böyük şirkətdir, imkan yaradır treyderlara, hansı ki, bu işi bacarırlar. Yəni, niyə görə bu işi bacaran adam daha çox dövriyyələr eləməsin və daha çox gəlir əldə eləməsin. Bütün linkləri aşağıda saxlamışam, müraciətlər Instagrama, bizi Milyonaristdə izləyin. Bu bizim Forex kanalımızdır, bizim şəxsi inkişaf kanalımız da var. Orada da yeni videolar gələcək. Çox az bir zamanda uşaqlar dəstək oluruq və yeniliklərə açıq oluruq. Hamımıza uğur və nailiyyətlər və bolca keş. Növbəti videolarda görüşərik. Hələlik millət.